Salam şagirdlər, mən Allahverdiyeva Nərmin müəllimə. Bu videoda mən sizin üçün 8-ci sinif yeni dərslikdən, deməli, həzm sisteminin quruluşu və funksiyaları mövzusunun izahını paylaşacağam. Deyirik ki, qidalanma hər bir canlının əsas xüsusiyyətlərindən biridir. Bəzilərində qida maddələri orqanizmdə özü hazırlanır, yəni orqanizm onu özü hazırlayır. Bəziləri isə, yəni əksər hissəsi isə heterotrof yolla qidalanır, yəni qidanı xaricdən qəbul edir. Və canlıların da həzm sistemi orqanları, həzm sisteminin quruluşu fərqlidir. Bu da qidalandığı nə ilə qidalanırsa ondan asılıdır, yəni qidalanma üsulundan asılıdır və yaşama mühitindən asılı olaraq dəyişir. Və eyni zamanda həmin canlının quruluş səviyyəsindən asılı olaraq dəyişir. Və deyirik ki, əksər heyvanlarda həzm sistemi həzm kanalından və həzm vəzlərindən ibarətdir ki, bunlarda həzm prosesini həyata keçirir. Və deyirik ki, bütün canlılarda həzm sistemi eyni quruluşda inkişaf etməyib. Bəzi canlılar var ki, onların həzm sistemi yoxdur. Yəni qida maddələrini hazır şəkildə parazit həyat tərzi keçirənlərdə, yəni qida maddələrini hazır şəkildə bədənlərindən sorurlar. Amma digərlərində artıq inkişaf etdikcə həzm sistemi inkişaf etməyə başlayıb. Yəni primitiv quruluşa malik olan heyvanlarda həzm sistemi zəif inkişaf edib. Daha yaxşı inkişaf edənlərdə isə həzm sistemi daha yaxşı inkişaf edib. Birinci ağ planari həzm sistemindən danışaq. Ağ planari ağız, udlaq, bağırsaqdan ibarətdir həzm sistemi və bunlarda anal dəlik yoxdur. Buna görə də deyirik ki, qida iki istiqamətdə hərəkət edir. Yəni ağızdan daxil olur, istifadə olunur, sonra artıq qida isə ağızdan xaric olursa, bu oldu qida iki istiqamətdə hərəkət eləyir. Asqaritdə isə ilk dəfə anal dəlik əmələ gəlmişdi və qida borusu əmələ gəlmişdi. Bu asqarit sapqurtların nümayəndəsidir və bunlarda qida bir istiqamətdə hərəkət edir deyirik. Ağız, udlaq, qida borusu, mədə, üzr istəyirəm, mədə yoxdur bunlarda, bağırsaq və anal dəlikdən xaric olur. Yəni bir istiqamətdə hərəkət edir. Bundan sonra soxulcandan danışaq. Deməli, soxulcanda ağız, udlaq, çinada, mədə, bağırsaq və anal dəlikdən ibarətdir. Görürsünüz ki, burada çinadan dedik, mədə dedik. Demək, ilk dəfə bunlar soxulcanda əmələ gəlmişdir. Həlqəvi qurtlarda həzm sistemi bədən ön hissəsində yerləşən ağız dəliyi ilə başlayır və anal dəliyi ilə qurtarır. Sonra göl ulbisindən danışaq. Göl ulbisi molekulyar qrupun bir nümayəndəsidir və bunlarda həzm sistemi ağız, udlaq, qida borusu, mədə və bağırsaqlardan ibarətdir. Eyni zamanda ağızda xıtindikçikli dil də var ki, bu da həzmdə rol oynayır. Və deyirik ki, bunlarda ilk dəfə qaraciyər əmələ gəlmişdir. Və onurğalı heyvanlar, bu danışdıqlarımız onurğasız heyvanlar idi. Onurğalı heyvanlarda isə həzm sistemi, deməli, ağız boşluğundan udlaq, qida borusu, mədə və bağırsaqlardan ibarətdir. Həzm vəzləri də həzm prosesində iştirak edir. Həzm vəzlərini ağız suyu vəzləri, qaraciyər vəzi, mədə-altı vəzi və həzm kanalının divarlarında yerləşən digər vəzlərdə rol oynayır. Bunu növbəti dərsdə bunlar haqqında ətraflı danışacağıq. Həzm kanalının daxili divarı selikli qişadan ibarətdir. Orta hissəsi əzələlidir və üst hissəsi birləşdirici toxumadan təşkil olunmuşdur. Müxtəlif canlılarda həzm sistemi müxtəlif quruluşda inkişaf etmişdir dedik. Bu da onların yaşadığı mühit şəraitlə və qidalanmasından asılıdır dedik. Və birinci balıqların həzm sistemindən danışaq. Deyirik ki, ümumiyyətlə burada həzm sisteminə baxanda bu şəkildə, bu işarəyə fikir vermək lazımdır. Baxırıq ki, sarı hissə qida borusudur. Deməli, bunlarda qida borusu var. Sonra baxırıq ki, mədəsi var. Qaraciyəri var, rənglərini əsasən müəyyənləşdiririk. Bağırsaq var və düz bağırsaqlar var, yəni ümumiyyətlə bağırsaqları var bunların deyirik. Və kloakanı görürsünüz göstərmədik. Kloaka yoxdur, tünd göynəklə olanlar yoxdur. Və bu kloaka kimdə var? Suda qurda yaşayan sürünən və quşlarda var. Balıqlarda yoxdur, suda qurda yaşayanlarda varsa, deməli artıq ilk dəfə suda qurda yaşayanlarda əmələ gəlmişdir. Və balıqlarda deyirik ki, yırtıcı həyat tərzi keçirən balıqlarda dişlər olur. Bütün balıqların dişi var deyə bilmərik, yırtıcı balıqlarda olur. O da ki, qidanı dişləməyə deyil, yəni çeynəməyi deyil, tutmağa xidmət edir balıqlarda. Və suda qurda yaşayanlarda fikir versəz, görərsiniz ki, balıqlar, suda qurda yaşayan sürünən quş və məməlilərdə mədə fərqli quruluşdadır, bağırsaq fərqli quruluşdadır. Çünki onların qidası da, qidalanması da fərqlidir. Və həzm sistemi kloaka ilə yekunlaşır. Ağız, udlaq, qida borusu, mədə və bağırsaqlardan ibarətdir, kloaka ilə yekunlaşır. Ümumiyyətlə deyirik ki, kloakası olan bütün canlılarda
Həzm və ifrazat məhsulları bir-birlə qarışır və yaxud da həzm və ifrazat prosesi bir-biri ilə əlaqəlidir. Sonra keçirik sürünənlərə. Sürünənlərdə mədalatı və qaraciyər vəziyyətləri daha yaxşı inkişaf etmişdir. Onların bir nümayəndəsi olan ilanlarda deyirik ki, qidanı bütöv şəklində udur. Yəni dişləri ilə çeynəmir onu, bütöv şəklində udur. Və onlarda da kloaka var deyirik. Və sonra keçək quşlara. Görürük ki, quşlarda digərlərindən fərqli olaraq çinadan vardır və çinada qida borusunun genişlənmiş hissəsidir. Eyni zamanda quşlarda da kloakaya rast gəlinir. Quşlarda ümumiyyətlə mədə iki hissədən ibarətdir. Vəzli mədə və əzələli mədə. Onlarda diş olmur, heç bir quşda diş yoxdur və qida maddələri əzələli mədənin hesabına xırdalanır orada. Əzələli mədədə olan kiçik daşçıqlar var ki, onlarla xırdalanır və bu şəkildə proses baş verir. Sonra keçirik məməlilərə. Görürük ki, artıq məməlilərdə kloaka yoxdur və məməlilərin quruluşu, həzm sisteminin quruluşu, yəni mədəsinin quruluşu digərlərindən fərqlidir. Məməlilərdə, baxın, burada göstərilmişdir gövşəyən məməlilərin həzm sistemi. Görürük ki, həzm sisteminin bir orqanı olan mədə 4 hissədən ibarətdir. İşkəmbə, tor, qat-qat və qursaq. Birinci, ağza daxil olan qida, udlaq qida borusu ilə keçir mədənin işkəmbə və tor hissəsinə. Bundan sonra ağza təzədən geri qayıdır. Biraz da çiynəndikdən sonra yenidən mədəyə düşəndə tor və qursaq, demək işkəmbə ilə tora daxil olur. Ondan sonra qat-qatdan qursağa keçir. Bu da belə. Sonra deyirik ki, həzm sistemi orqanlarında peristaltika var. Peristaltika nə deməkdir? Yəni peristaltika, yəni həmin orqan dalğavarı yığılır. Bu da həmin orqandan qida maddələrinin keçməsini asanlaşdırır. Yəni dalğavarı hərəkət etdikcə qida mədələrini ötürür. Yəni ağız boşluğunda da var, mədədə də ağız boşluğundan keçir qida borusuna da var peristaltika, mədədə də var, bağırsaqlarda da var. Və həzm sistemi sekretor hərəkəti və sorulma funksiyalarını yerinə yetirir. Və həzm sistemi orqanlarının adlarını sadaladıq. Burada da şəkildə həzm sistemi orqanları göstərilmişdir. Buna da mütləq şəkildə diqqət edin. Və həzm sistemi orqanları kəllə boşluğunda yerləşir, döş boşluğunda qida borusu yerləşir və qarın boşluğunda isə mədə, bağırsaqlar yerləşir. Qaraciyər və mədalatı vəzidə həzm sistemindən kənarda yerləşən və axacağı həzm sisteminə açılan vəzlərdir. Eyni zamanda ağız suyu vəzləri də. 6 ədəd ağız suyu vəzləri olur, bir dənə qaraciyər və bir dənə mədalatı vəzi olur. Bunlar haqqında daha geniş növbəti dərsdə danışacağıq. Və ağız boşluğundan danışaq. Bu videoda biz ağız boşluğunda olan orqanlardan danışacağıq, amma növbəti dərsdə ağız boşluğundakı həzm prosesindən danışacağıq. Ağız boşluğunda deyirik ki, dişlər yerləşir, dil yerləşir, eyni zamanda ağızda ağız suyu vəzləri də vardır ki, ağız suyu vəzləri həm qidanın islanmasına, yəni mexaniki həzmə, yəni fiziki həzminə kömək eləyir və qidanı udmağı da asanlaşdırır. Eyni zamanda ağız suyunun tərkibində zərərli maddələr, zərərsizləşdirən maddələr də var və qida maddələri dişlərin köməyi ilə xırdalanır. Dişlər 3 hissədən diş tacı, diş boynu və diş kökündən təşkil olunmuşdur. Diş tacı deməli üzəri mina qatı ilə örtülmüşdür. Diş boynu və diş kökündə isə həmin hissə sementlə əvəz olunmuşdur və dişin özəyində görürsünüz və dişin özəyi dişin tacı, boynu və dişin kök hissəsinə qədər gedir, əhatə edir və burada qan damarları və sinirlər vardır. Və deyirik ki, yeni anadan olmuş uşaqlarda diş olmur. Dişlər ümumiyyətlə 6 yaşına qədər 6 aylığından 5-6 yaşına qədər çıxır. Bu zaman 20 dənə diş çıxır. Bu 20 dənə dişdən 8 dənəsi kiçik ağzı dişi, 8 dənəsi kəsici diş və 4 dənəsi isə köpək dişləri olur. Elədi 20 dənə diş. Ondan sonra 6-7 yaşından 12 yaşına kimi dişlər tökülür və yenisi ilə əvəz olunur və bu zaman artıq yeni dişlər çıxanda 8 dənə böyük ağzı dişi, 8 dənə kiçik ağzı dişi, 8 dənə kəsici diş və 4 dənə isə köpək dişi insan ağzında çıxır və elədi 28 diş. 16 yaşında isə əlavə olaraq 4 dənə də ağıl dişi çıxır ki, cəmi eləyir 32 diş. Deməli 20 diş çıxdı
uşağın ağzından 20 diş çıxdı, sonra töküldü, yenidən 32 dənə diş çıxdı və deməli insan ontogenezi müddətində İnsanın ağzında 52 dənə diş çıxır deyirik. Ümumiyyətlə dişlərin ixtisaslaşması, yəni kəskin köpək ağzı dişlərinə bölünməsi məməlilər üçün xarakterik olan xüsusiyyətdir. Dişi olan digər məsələn sürünənlərdə də dişi olan nümayəndələr var, balıqlarda dişi olan nümayəndələr var, amma onlarda dişlər ixtisaslaşmayıb. Yəni hamısı eyni formadadır. Yəni kəskin köpək ağzı dişləri olaraq bölünməmişdir. Görürük ki, burada hər bir dişin quruluşu fərqlidir və böyük ağzı dişində 3 dənə kökü var deyirik. Sonra bir də bu dişlərin bir-birinə qonşu olmağından danışaq. Şəkildə dişlər göstərilmişdir. Eyni formada dişlər üst çənədə də var, alt çənədə də var. Görürük ki, bu 3 dənəsi böyük yazı dişidir, düzdürmü? Baxın, bu sonda olan dişin ikisi aşağıda, ikisi də yuxarıda. Yalnız bir tərəfdən öz diş növü ilə qonşu olan böyük yazı dişidir. Yəni digər tərəfdən heç bir dişlə qonşu ola bilmir. Və bütün bunlar isə kəsici dişlərdir. Üzr istəyirəm, kiçik yazı dişlərdir. Kiçik yazı dişlər də yalnız bir tərəfdən öz diş növü ilə qonşu ola bilir. Eyni zamanda bu hissədə də olan böyük yazı dişi yalnız bir tərəfdən öz diş növü ilə qonşu ola bilir. Yəni deyirik ki, 8 dənə kiçik yazı dişi var. Bunların hamısı yalnız bir tərəfdən öz diş növü ilə qonşu ola bilir. Sonra 2 dənə bu, 2 dənə bunlar böyük yazı dişləri. Yəni 4 dənə, 4 dənəsi də yuxarıda. 8 dənə də böyük yazı dişi yalnız bir tərəfdən öz diş növü ilə qonşu ola bilir. Və görürük ki, burada kəsici dişlər 4 ədəddir. Bu 4 ədəd tutaq ki, bu şəkildə 4 ədəd dişdir. Baxırıq ki, bu 2 dənəsi hər iki tərəfdən öz diş növü ilə qonşu ola bilir. Amma bundan bu yalnız bir tərəfdən öz diş növü ilə qonşu ola bilir. Burada isə artıq köpək dişi var. Deməli, yalnız bir tərəfdən öz diş növü ilə qonşu olanlar 8 dənə böyük yazı dişi, 8 dənə kiçik yazı dişi və 4 dənə isə ikisi aşağıda, ikisi yuxarıda, 4 dənəsi isə kəsici dişlər cəmi deməli 20 ədəd diş yalnız bir tərəfdən öz diş növü ilə qonşu ola bilir. Sonra baxırıq, hər iki tərəfdən öz diş növü ilə qonşu ola bilər. Və ortadakı böyük yazı dişləri hər iki tərəfdən öz diş növü ilə qonşu ola bilir. 2 dənə alt çənədə, 2 dənə üst çənədə və bu 2 dənə də kəsici dişlər vardır ki, ikisi aşağıda, ikisi yuxarıda. 4 dənə də o yalnız bir tərəfdən öz diş növü ilə qonşu hər iki tərəfdən öz diş növü ilə qonşu ola bilir. Deməli, 4 dənə böyük azı dişi, 4 dənə də kəsici diş hər iki tərəfdən öz diş növü ilə qonşu ola bilir. Köpək dişi isə heç bir tərəfdən öz diş növü ilə qonşu ola bilmir. 2 dənəsi aşağıdadır, 2 dənəsi də yuxarıdadır. Heç bir tərəfdən öz diş növü ilə qonşu ola bilmir deyəndə köpək dişlərini götürürsünüz. Bu da belə və dişlər ona görə ixtisaslaşıb ki, hərəsinin öz funksiyası var. Kəsici və köpək dişləri qidanı dişləyir, azı dişlər isə qidanı xırdalama funksiyasını yerinə yetirir. Dişin özəyi yumşaq toxumaya malikdir və burada qan damarlar və sinirlər gedir. Eyni zamanda qidanın dadını hiss edə bilməyimiz üçün dilimiz də var. Qida həm qidanın ağız boşluğunda hərəkətini dil həm qidanın ağız boşluğunda hərəkətini təmin edir. Eyni zamanda deyirik ki, qidanın dadını da hiss etməyimizə belə deyək də kömək eləyir. Duzlu qidanın, şirin qidanın və istiotlu belə deyək də turş qidanın dadını müəyyənləşdirməyimizə kömək eləyir. Bu da belə. Sonra keçirik mədəyə. Deməli, bu mədəmizdir. Mədəmiz orta hissəsi əzələli qişə, üst hissəsi birləşdirici toxuma, orta hissəsi əzələli qişə, üst hissəsi birləşdirici toxuma, daxili hissəsi selikli qişə ilə əhatə olunmuşdur. Bura mədənin girəcəyi bu hissədə, yəni qida borusundan aşağıdakı hissə mədənin girəcəyi, bu hissə isə mədənin çıxacağıdır. Qida mədədə 4-8 saata qədər qalır. Bu da yediyimiz qidanın tərkibindən və qədərindən asılı olaraq dəyişə bilir və mədə əvəzlərinin təsiri ilə zülallar kiçik hissəciklərə parçalana bilir. Bunlardan da növbəti dəstə ətrafı danışacağıq. Və yəqin ki, mamalarınız, analarınız tez-tez deyir ki, yeməyi otur ye, ayaq üstə yemə. Bunun əhəmiyyəti nədən ibarətdir? Çünki biz əgər ayaq üstə yemək yeyiriksə, ayaq üstə olduğumuz zaman mədənin
girəcək hissəsi bağlı olur. Çıxacaq hissəsi isə açıq olur. Ayaq üstə yemək yeyəndən sonra deyir ki, mədəm ağrıdı. Niyə? Çünki bu hissəyə artıq qida güc tətbiq eləyir və qida belə deyək, güclə mədəyə daxil olmuş olur və aşağı hissəsi də açıldığına görə, qida açıq olduğuna görə qida orada kifayət qədər qalıb, yəni həzm oluna bilmir. Amma oturduğumuz zaman belə deyək, girəcək hissəsi açıq olur, çıxacaq hissəsi isə bağlı olur. Qida oraya rahat daxil də ola bilir və orada həzm prosesi də baş verə bilir. Və nazik bağırsaq deyirik ki, 13 barmaq acı və qalça bağırsaqlara bölünür və 5-6 metr uzunluğundadır. Və mədəaltı vəzi və qaraciyər axarları eyni axar vasitəsilə gəlir. Baxın, qaraciyər və qaraciyərdir. Bu da mədəaltı vəzidə eyni axar vasitəsilə gəlir. 13 barmaq bağırsaq açılır. 13 barmaq bağırsaq da nazik bağırsağın bir şöbəsidir və nazik bağırsağın da divarları dalğavari hərəkət edir və dalğavari yığma hesabına qida maddələri nazik bağırsaqdan, belə deyək də, lazımsız qida maddələri, nazik bağırsaqda həzm olunmayan qida maddələri yoğun bağırsağa keçir. Həzm olunanlar isə qana və limfaya keçir. Yoğun bağırsaq isə, yəni kör bağırsaq, çəmbər bağırsaq və düz bağırsaqdan təşkil olunmuşdur. Yəni bu hissələrdən ibarətdir. Uzunluğu 1,5-2 metrə çatır və yoğun bağırsaqda həzm olunmuş qida maddələri nəcis kütləsi vasitəsilə orqanizmdən xaric edilir. İndi isə öyrəndiklərinizi tətbiq edin. Yəni öyrəndiklərinizi yoxlayın hissəsinə baxaq. Deməli, nə üçün qidanı yaxşı çeynəmək və udanda tələsməmək lazımdır? Çünki əgər diri-diri utsaq, həm qida borusuna keçəndə rahat keçə bilməz, həm də ki, mədə onu çox da xırdalamaqda əziyyət çəkər. Çünki birinci ağızda kifayət qədər xırdalanıb, sonra mədəyə daxil olmalıdır. Əgər yaşlı insanın yalnız azı dişlərinin 1/4 zədələnmişsə, onun neçə sağlam dişi olar? Yaşlı insanın ağzında deməli 32 dənə diş olur. Bunlardan 12 dənəsi böyük azı dişidir, 8 dənəsi isə kiçik azı dişidir. Yəni 20 dənə azı dişi var. Bunların 1/4 zədələnibsə, deməli 20 vur 1/4, 5 dənəsi zədələnmişdir. Onun neçə sağlam dişi olar? 32-dən də 5-ini çıxırıq, o da edir 27. Niyə dişi çıxartdıqda qan gəlir və siz ağrı hiss edirsiniz? Çünki bayaq da qeyd etdiyimiz kimi, orada sinirlər var, ona görə ağrı hiss edirik. Orada qan damarları var, ona görə də oradan qan gəlir. Mədənin selüloid qişasının hər kvadrat santimetr sahəsində təqribən 100 ədəd vəz olur. Mədədə vəzlərin ümumi miqdarı 14 milyona çatır. Mədənin daxili səthinin sahəsini tapın. 14 milyonu bölürük 100-ə, tapırıq daxili səthin sahəsini. Sizcə nəyə görə mədənin daxili səthinin sahəsi onun xarici səthindən daha böyükdür? Çünki orada qida maddələri həzm olunmalıdır. Orada qida maddələrinin belə deyək, daxili səthində çoxlu vəzlər var və o qida maddələrinin orada fiziki dəyişkənliyə uğramasına və bəzi qida maddələrinin kimyəvi dəyişkənliyə uğramasına kömək edir. Sonra burada öyrəndiklərinizi tətbiq edin hissəsinə baxaq. Deməli, sorulma prosesi həzm kanalının hansı şöbələrində gedir? Sorulma prosesi bir nazik bağırsaqda gedir. Qida maddələri, deməli, zülallar, karbohidratlar qana sorulur, yağlar limfaya sorulur. Bir də yoğun bağırsaqda suyun artığı, yəni suyun çox hissəsi yoğun bağırsaqdan sorulur qana. Qidanın mexaniki və kimyəvi həzmi nə deməkdir? Əgər qida sadəcə xırdalanırsa və ya islanırsa, mexaniki həzmə məruz qalıb deyirik və yaxud da fiziki həzmə məruz qalıb deyirik. Amma məsələn, zülallar amil turşularına qədər parçalanıbsa, yağlar qlüserin və yağ turşularına qədər parçalanıbsa, karbohidratlar qlükozaya qədər parçalanıbsa, deməli artıq bu kimyəvi həzmə məruz qalıb deyirik. Hansı vəzlər həzm kanalına şirə ifraz edirlər? Ağız suyu vəzləri, qaraciyər vəzi, mədə-altı vəzi, eyni zamanda mədənin içində olan, bağırsaqlarda olan xarici sekresiya vəzlər vardır ki, onlar da şirə ifraz edirlər. İzah bu qədər şagirdlər, ümid edirəm ki, anlaşıqlı dildə izah etdim. Aydın olmayan bir şey olsa yazıb soruşa bilərsiniz. Sağ olun.